Bu fikirlər ağlımda qövr eləyə-eləyə Evernestə gedirəm. Fikirdən ayılanda Evernestdən xeyli uzaqlaşdığımı gördüm. Ayaqlarım məni Neft Universitetinə gedən yola gətirmişdi. Görünür ayaqlarım belə İnara aşiq olmuşdu. Xətirlərinə dəymədim. Buraxdım, hara istəyirlər getsinlər. Getdilər. Düz Neft Universitetinin yanındakı qoca palıd ağacının altındakı mavi skamyanın qarşısında dayandılar. Üzlərini çevirib qatlandılar. Sakit yaz gecəsi bu yeri daha çox sevdirir mənə. Həyatımda ən sevdiyim məkan sualına düşünmədən verəcəyim cavabım idi bu yer. Aldığım hər nəfəsi hiss edirəm. İçimdəki hüznü hiss edirəm. Heç bir ağacı, binaların pəncərələrini, maşınlarını saymıram. Çünki ağlımda hakim kəsilmiş fikir var. Sevimli skamyamda əyləşib gözlərimi yumuram. İlk dəfə soyuq sentyabr səhəri İnarı görmək ümidi ilə bu mavi skamyada büzüşərək onu gözləməyimi xatırlayıram. Onun qırmızı Forddan düşüb universitet binasına doğru addımlaması, ilk dəfə mənə yaxınlaşması, səni sevirəm Ben deyərək məni qucaqlaması, məni sevdiyini dəfələrlə təkrarlayan baxışlarla mənə baxması, başını çiyinləri ilə qucaqlayıb, utana-utana biz uşaqlıq dostu idik, sən məni sevdiyini, böyüdüyündə mənimlə evlənəcəyini deyərdin deməsi. Axı nə dəyişdi? Niyə indi demir? Bu anları bir daha yaşamaq üçün həyatımı qurban verməyə hazır olduğum halda niyə demir? Hə Bendi, bu oyunda səninki heç gətirmir. Öz-özümə pıçıltı ilə dedim. Mütləq Evernestə getməliyəm. Yoxsa ac qalacam. Pulum tamamilə qurtarıb. Piyada getsəm gecikəcəyimi bilib metro ilə getməyə qərar aldım. Buna görə yol boyu özümü söydüm. Çünki ən yaxın metro stansiyadan 20 dəqiqəlik yol var idi Evernestə. Piyada getsəm isə 10 dəqiqəyə çatmışdım. Haralardasan Ben? Neçə gündür yoxsan? Keçəlbaş şefim sual verən baxışlarla məni süzdü. Xəstələnmişdim. Yalan deyir, xəstələni biləməmişdi. Adam öldürürdü, qulağımdakı səs. Həmişə ayaq üstə, deyə aydınlaşmışcasına qaşlarını dartdı və əlavə elədi. Elə bildim artıq işdən çıxmağa qərar vermisən. Ondan soruş ki, başına niyə tükəkdirmir, qulağımdakı səs. Görünür elə deyil. Nə seçəcəksənsə, götür qalx səhnəyə, deyə birinci bar piştaxtasını, sonra isə səhnəni işarə elədi. Hə, sənin qanını içmək istəyir, verirsən? Ha, qulağımdakı səs. Okey. Uzun müddətə danışmadığım üçün boğazım qurumuşdu. Boğazımı açmaq üçün özümə isti su götürüb səhnəyə qalxdım. Yox, qardaş, bir gün mən səhnəyə qalxarkən əl çalan insanların nə yeyib, nə içdiklərini, haralarla düşündüklərini soruşmaq istəyimi boğub saxladığım banka nə vaxtsa partlayacaq. Səhərlərin biri özümü saxlaya bilmədim. Sevimli skamyamı gecələr yox, səhər görmək istəyib bütün qoyduğum sərhədləri aşa bildim. Səmimi olmaq şərtdirsə, skamyanı gecələr görmək daha xoşdur mənə. Gecə daha sakit və huzurlu olur ora. Səhərlər isə burada insan izdihamı olur. Məni ora səhər getməyə vadar edən əsl səbəbi bilmək üçün 180 IQ səviyyəsi lazım deyil hər halda. Qoca Fenderi çantasına qoydum. Sepini çəkib çiynimə atdım. Kapşonumu başıma çəkdim və Evernestdən çıxdım. Qapıdan çıxan kimi səhər havasının gözəlliyini hiss elədim. Başımı qaldırdığımda günəşin təsirindən gözlərim qıyıldı. Yenicə çıxan günəş dərsi gecikmiş şagird kimi utana-utana tərəddüd içində gəlib yerini tutdu. Yorğun addımlarımı necə gəldi sürüyə-sürüyə Neft Universitetinin mənə aid hissəsinə çatdığımda sevimli skamyamda 2 nəfər gənc oğlanın əyləşdiyini gördüm. Bir nəfər isə ayaq üstə yuxarıdan aşağı onlara baxaraq jestlərlə nəsə danışırdı. Onlara yaxınlaşdım. Salam uşaqlar. Salam. Əleyküssalam. Hərəsi bir cür salamlaşdı. Siz yerinizi dəyişməli olacaqsınız, deyib, Neyli, vəziyyət belə tələb edir demişcəsinə boynuma əyərək çiyinlərimi çəkdim. Oo, əlasan oğlan, Ənəvarın məşqlərinin təsiri özünü göstərir, qulağımdakı səs. Çünki, ayaq üstü olan oğlan soruşdu. Çünki mən burada əyləşmək istəyirəm, dedim. Doğrudan? Başqa nə istəyirsən? Ayaq üstü olan Uzunduraz yenidən dilləndi. Dəstək üçün özünü dostlarına çevirdi. Skamyamda əyləşən 2 nəfər isə ürəkdən çəkdikləri qəhqəhə ilə ona dəstək oldular. Nədir? Yoxsa bizim üçün serenad oxuyacaqsan? Deyə əyləşənlərdən biri dedi və gülməyinə davam elədi.
Çənələrindən vur. Yox, yox, yumurtalarından vur, onda bilərlər, qulağımdakı səs. Kapşonumun sepini açdım və altdan geyindiyi futbolkamı yuxarı qaldırıb artıq aydın seçilən qarın əzəlilərimi göstərdim. Baxın, mən sizdən güclüyəm. Odur ki, dediyimi eləyin, deyib futbolkamı aşağı saldım. 3 nəfərin artıq sakitləşməkdə olan qəhqəhəsi yenidən yüksək səslə bir-birinə qarışdı. Deyəsən gülməyi çaqqallar məktəbində öyrənmişdilər. Məni ciddiyə almaları da bir yandan məni hövsələdən çıxardırdı. Birdən Elavarın şalvarımın diz tərəfindəki cibində mənim üçün bıçaq qoyduğu yadıma düşdü. Bəs buna nə deyirsiniz? Cibimdəki bıçağı axıra qədər çıxartmadan özümə əmin şəkildə dedim. Oğlanların üzlərindəki gülüş bir an içində yox oldu. Dodaqlarının altında qorxa-qorxa yalnız özləri eşidəcəkləri səslə "Bu dəlidir ki, gəlin gedək, başımıza problem açmayaq" deyərək uzaqlaşdılar. "Hə, qaçın, qaçın, qorxaqlar. Ha ha ha." Qulağımdakı səs. "Uşaqlar, bəs serenada qaldı axı" deyərək hırıldadım onların arxasınca. "Çox sağ ol" deyə əlimdəki bıçağı təşəkkür edərək cibimə qaytardım. Artıq xeyli müddət keçmişdi. Mavi skamyada əyləşib İnarı gözləyirdim. Saat 10 olmuşdu, amma hələ də gəlib çıxmamışdı. Artıq İnarın gəlməyəcəyini təxmin edib evə doğru yönəldim. Növbəti gün yenə də Neft Universitetinin qarşısındakı mavi skamyamda heykəl olub onu görmək ümidi ilə xeyli gözlədim. Amma yenə də gəlmədi. Düşündüm xəstələnib, yenə də kör peşman daxmama qayıtdım. Evə gəldiyimdə Elavar yatırdı. Onu oyatmamaq üçün ayaq barmaqlarımın üstündə gəzərək yatağımda uzandım. "Onu görməyə getmişdin?" Elavar heç gözlərini belə açmadan soruşdu. Sən düzələn deyilsən." "Düz vəziyyətim budur." "Nəsə danışdınız?" "Yox." "Getmə bir də, aydındır sənə?" Başını qaldırıb mənə baxaraq dedi. "Hə." "Söz ver getməyəcəksən. Bunu sənə görə deyirəm, beyin. Sənə demişəm axı, bir müddət dişini sıxıb saxlaya bilsən, olanları unudacaqsan." Bu Elavar nə bezdirici adamdır, qulağımdakı səs. "Yaxşı, bir də getməyəcəm." Axşam üstü oyanıb biraz parkları gəzib, sonra Evernəsə getmək bəhanəsi ilə evdən çıxdım. Bu axşamda hisslərimin zəncirini açmışam. Azad buraxmışam hisslərimi. İnarı görmək istəyirəm. Yanımdan ötüb keçən insanlar arasında onu görmək istəyirəm. Bu ümidlə yanımdan ötən hər kəsin üzünə baxıram. Bütün buruq, havalı saçlı qızları ona bənzədirəm. Amma onu hansısa balqabaq sifət oğlanla əl-ələ görmək istəmirəm. Bundan çox qorxuram. Bəzən uzaqdan bir cütlük gəlir və buruq saçlı qızı İnar zənn edib ona doğru qaçmaq istəyirəm. Amma aradakı məsafə qısaldıqca onun İnar olmadığı məlum olub rahatlanıram. Bu səhnə filmlərdə adətən yaxınının morqda olduğunu xəbər alıb, morqa gedən şəxsin ehtimal olunan şəxsin üzünü açdıqda yaxınının olmadığını görəndə yaranır. Qorxduğum başıma gəldi. Bu cür axşamların birində İçəri şəhərin qədim qala divarları ilə köhnə yaşayış evləri arasında uzanan çopur daşlarla döşənmiş dar yollarda gəzirəm. Buranın əvvəlki vəziyyətini təsəvvür eləməyə çalışıram. Bunlar tikən adamlar ölüb. Bunlar tikən kişilərin balaca uşaqları da böyüyüb qoca kişi olub ölüblər. Hətta onların uşaqları da buradan keçən tacirlər də, xanlar da, şahlar da, onların ataları da, onların vəzirləri də, burada sülənən dilənçilər də hamısı ölüb. Və tezliklə burada yaşayanların da heç birindən bir iz qalmayacaq. Heç kim onları xatırlamayacaq. Onlardan balaca bir iz də qalmayacaq. Onları kütlə şəklində tarixin xırda bir parçası kimi biləcəklər. Heç kimin şəxsiyyəti olmayacaq. Hər kəs keçmişdəki adamlar adı altında birləşəcək. Uzaqdan gələn cütlük qala divarlarına baxaraq beynimdə canlandırdığım bu fikirləri buxarlandırdı. Damalı sarı köynək geyinən oğlanın qoluna girən İnar idi. Başımdan tüstü çıxdı. Bu halı əslində cizgi filmlərində görmüşdüm. Əslində başımdan heç nə çıxmaz. Sadəcə düşdüyüm bu vəziyyəti qiymətləndirmək üçün ən uyğun sözlər bunlar idi. Ürəyim dovşan ürəyi kimi döyünməyə başladı. Boğulduğumu hiss edirdim. Dişlərimin qıcırtısını qulağımda rahatca eşidə bilirdim. Ürəyimi üşütmə düşdü. Dərhal cibimdəki bıçağı çıxardıb yolun kənarındakı yaşıl zibil qabına atdım ki, birdən yenə özümə nəzarəti itirə bilərəm. Nə durmusan? Get öldür ikisini də. Qulağımdakı səs. Get məhv olar. Hə, get. Qulağımdakı səs. Qırılmış burnu və dişlərinin axan qanı ilə bütün sifətinə boyanmış sarışın oğlanın üstündə tapdım özümü. Yumruqlarım hələ də aparat kimi işləyirdi. Qolumdan dartıb məni ayırmağa çalışan İnar idi. Təşviş içində cildili səslə "Çəkil, burax onu, burax, kömək eləyin" qışqırırdı. Gözü qanlı canavara dönmüşdüm.
Ağzımdan alıb verdiyim nəfəs qəzəblənmiş yırtıcı heyvan tənəffüsünə oxşuyurdu. İçimdəki öküz oyanmışdı. Sarışın oğlan artıq çoxdan huşunu itirmişdi. Ayağa qalxıb İnarın boğazından tutub divara dirədim. Qəzəbli gözlərimlə onun gözünün içinə baxdım. Artıq elədiyim qələtin böyüklük miqyası mənə təxminən aydın oldu. Axı, o məni sevməyə məcbur deyildi. Bu barədə yazılı öhdəliyi yox idi. Bəs mən niyə belə elədim? Düşüb onların ayağına üzr diləmək istədim. Sən kimsən axı? İnar kimdir? Mən İnar deyiləm, burax məni, burax əclaf, burax. Güclə əlimi boğazından ayırıb azad oldu. Bu dəfə onun İnar olmadığını anladım. Bu sadəcə həddini aşmış qısqanclıq hissi idi. Hər şey o qədər tez başa verdi ki, nələrin baş verdiyini belə anlaya bilmədim. Düzdür, bəzən kimlərsə ona bənzədirdim, amma bu dəfə həddimi əməllicə aşmışdım. Bağışla, qız. Mən xəstəyəm, özümdə deyiləm, heyvanam. Başa düşürəm, necə böyük səhv eləmişəm. Nə desən haqlısan, üzrümü qəbul elə. Cəhənnəm ol, manyak. Gör onu nə günə saldın. Səni görüm. Yerdə uzanmış, güclə danışan sevgilisinin başını qucağına alan qız, sevgilisinin başını yerə qoyub ayağa qalxdı və məni itələyə-itələyə söyməyə başladı. Söyüş maşını kimi idi, sanki mənə deyəcəklərini 2 həftə əvvəldən məşq edirdi. Ləçərə bax, birini də sən söylə, nə qoyun kimi baxırsan, qulağımdakı səs. Burada qalıb nə qədər onlardan üzr istəsəm də xeyir olmayacağını anlamışdım. Qız sakitləşən tipə oxşamırdı. Səsi də başıma düşürdü artıq. Sağa sola baxıb adamların olmadığını əmin oldum və dayanmadan it kimi hürən qızın çənəsindən bir yumruq ilişdirib onu da yuxuya göndərərək qaçdım oradan. Yazıq qızın sözünü yarımçıq kəsin, heç mədəniyyətin yoxdur. Amma belə də əladır. Qulağımdakı səs. Artıq özümə nəzarətimi itirdiyimin fərqinə varırdım. Ürəyimdən keçən hər hansı hərəkəti birinci həyata keçirib sonra düşünürdüm. Görünür insanlığa çoxdan tüpürmüşdüm. Elə yaxşılığa da. Onlara yaxşılıq eləməyə çalışanda mənə əzirlər. Amma çənələrinə bir yumruq ilişdirəndə heç nə demədən zərərsiz meyit olurlar. Lap bu şübhən qız kimi. Deməli, Ənavarın dediyi kimi dünyanın rənglərinə uyğunlaşmaq lazımdır. Uyğunlaşmasam, mən indi polis bölməsində idim və barmağımı qapı arasında sıxırdılar. Bütün cinayətlərim açılaraq həyatım alt-üst olardı. Bilmirəm niyə, amma mənim idarə edə bilmədiyim hisslər bölməsindən bir his məni İnarın yaşadığı məhəlləyə gətirib. Yol qırağındakı səkidəki skamyada əyləşmişəm. Bilmirəm, sadəcə ürəyim məni zorladı. Bu dəfə hər şey biraz başqadır. Axmaq pessimist fikirləri ilə məni tənqid getirən Ənavar da mənimlədir. İnarın xəstələndiyi ya da başına başqa nəsə gələ biləcək ehtimalı məni bura gətirib yəqin. Onu görmək, onunla danışıb bir də bəxtimi sınamaq istəyirəm. Gözlərini qıyaraq damağındakı siqareti tüstülədən Ənavar məni geri qayıtmağa çağırır. Amma mən qərarlıyam. Nə olursa olsun, İnarın gəlməyini gözləyəcəm. Ben, bəsdir görək, gəl gedək buradan, axmaq olma, deyərək arxamdan durub çiynimdən silkələyirdi məni. Əl çəkin, sən məni başa düşməzsən. Sənin yerində olsam, mən də başa düşməzdim. Mənim işimə qarışma yaxşısı. Başlama yenə cəfəng-cəfəng söhbət xırdalayırmış kimi danışmağa. Gəl gedək buradan, sənə aid olmayanı istəyirsən. Vecimə də deyil. Artıq axşam düşdü. İnar hələ də gözümə dəymir. Evinə getməyə də çox tanırdım. İnarın yaşadığı binanın girişinə 50 yaşlarında saç ağarmış, bəstəboy səliqəli kostyum geyinmiş kişi və yanında 20-25 yaşlarında gənc sarışın bir qız daxil olduğunu gördüm. Fikirləşdim, İnarın qonşularıdır hər halda. Onun niyə universitetə gəlmədiyinin səbəbini onlardan öyrənə bilərəm. Tərəddüd eləmədən onların ardınca qaçıb binanın qaranlıq girişinə daxil oldum. Cənab, bağışlayın bir dəqiqə. Onlara çatmağıma az qalmış səsləndim. Onlar lifti gözləyirdilər. Bəli, deyə sual dolu nəzərlərlə məni süzdü. Eyni zamanda onun qoluna girmiş gənc qız gözlərini mənə zillədi. Görünür onun qızı idi. Bağışlayın, narahat edirəm. Bilmək olar burada yaşayırsınız, deyə tərəddüdlə soruşdum. Bəli, nə olub ki? Mədəni imicini qoruyan kişi qaşlarını çataraq məndən nədənsə şübhələndiyini gizlətmədi. O, bəli, nə olub ki cavabını boğazdan yuxarı vermişdi. Ürəyindən isə, sənə nə vara, qızımın dalınca düşmüsən, kimi qısqanc suallar keçirdi. Bu tip adamların mənim kimi tipləri görməyə gözləri yoxdur. Mənim uzun, səliqəsiz saçım və saqqalım, eləcə də səliqəsiz geyimim onları qıcıqlandırır. Onlar istəyir özləri kimi olsun. O istəyir ki, onun kimi kostyum geyinim, saçımı onun kimi qısa və səliqəli kəstirim. Əgər bunları etmirəmsə, mən nə isə səhv edirəm.
O öz dininə sitayiş edir, mənsə öz dinimə. Onun fikrincə mən kafirəm, cəhənnəm odunda yanacam. Onun fikirlərinin ana xətti belədir. Mən necə geyinirəmsə, hər kəs elə geyinməlidir. Hansı dinə sitayiş edirəmsə, hər kəs o dinə sitayiş eləməlidir. Mən hansı növ musiqi dinləyirəmsə, hər kəs onu dinləməlidir. Mən necə yaşayıramsa, hər kəs elə də yaşamalıdır. Bunlardan hər hansını eləməyənin zövqü, düşüncəsi, ağlı yoxdur. Mən nəyi bacarmıramsa, o işdə bir zibil var demək. Mənim bacarmadığım hər şeydə bir zibil var. Mənim məşğul olmadığım işlərdə isə nəsə bir anormallıq var fikri onlara ruhi sakitlik verir və özlərini tərbiyələndirməyə ehtiyacları olmur. Bilmədiyi nə isə bilməyə, görmədiyi nə isə görmək istəmirlər. Ona görə də onlar heç nə də uğur qazana bilmirlər. Əslində heç buna ehtiyacları da yoxdur. Uğur qazanan kimsə qurban seçib, onun uğurunu aşağılamaq, onun uğuruna qara don geyindirib öz ego balanslarını təmin etməkdən ibarətdir işləri. Güzgüyə baxıb öz pis cəhətlərini heç vaxt əl gəzdirməzlər. Nə qədər ki yeyərkən başqasının boşqabına baxacaqlar. Öz yeməklərini normal yeyə bilməyəcəklər. Cənab, burada, bu binada yaşayan İnar Vahidi tanımırsınız. Kişi əsəbləşdi. Üz mimikası daha da sərtləşdi. Sənə nə axmaq? Mən sənin üçün nəyəm? Ümumiyyətlə sən kimsən axı? Cəhənnəm ol buradan. Kişinin səs tonu tamamilə kəskinləşdi. Qaşları bir-birinə toqquşaraq gözlərinin üstünü örtdü az qala. Axmaq sənin atandır, qulağımdakı səs. Şş, ata, əsəbləşmə, deyə yanında duran gənc qız onu sakitləşdirməyə çalışdı. Cənab, pis başa düşməyin. Mən o qızın dostuyam. Fikirləşdim qonşusuz tanıyarsınız. Cəhənnəm ol buradan. Kişi danışmırdı, rəsmən hürürdü. Nə durmusan, öldür onu, qulağımdakı səs. Sakitcə bizə tamaşa edən Enavar belini və bir ayağını qatlayaraq divara söykənib siqaret yandırdı. Cənab, əslində üzr istəyib onu sakitləşdirmək istəyirdim və mənim onun zənn elədiyi qədər avara tip olmadığını demək istəyirdim. Əgər normal həyatım olsa, mən də saçlarımı və saqqalımı qısa səliqəli qırxardım, təmiz kostyumda gəzərdim. Amma bu mənim əlimdə deyil. Tanrı mənim həyatıma lənətli ədviyyatlardan səpib. Amma bilirdim ki, o bunu 200 il yaşasa da anlamayacaq. Bu tiplərdə empatiya qurmaq mənim riyaziyyat anlayışımdan çox deyildi. Nə canab salım sənə, küçük. Özünü mədəni göstərir. İtil buradan. Kişi daha da qəzəbli hürürdü. Əla, çoban eti çıxardı ondan. Qoyunlara bir dənə canavar belə yaxınlaşa bilməz. Axı onun nəyinə lazımdır? Mən sadəcə söz soruşdum. Belə qeyrətli qonşu olandan sonra namus qeyrət dərdi çəkmək ən axırıncı iş olmalıdır adama. Enavar siqareti tüstüləyə olanları tamaşa edərək altdan gülürdü. Liftin gəldiyini bildirən siqnal ata və qızın fikrini liftə yönləndirdi. Birinci qız mindi liftə. Bilirsiniz nə var? Mən o qızın dostu deyiləm. Cəzziyi oğlanam. İnar Vahid görüşdüyüm qızlardan biridir. Bu məhəllədə başqa qızlarla da görüşürəm. Öz sərt səsimin tonuna ilk dəfə fikir vermişdim. Səsim o qədər pis deyildi. Hətta deyərdim gözəldir. Məftun oldum öz səsimə. Əslində özümə aid hər şey mənə doğmadı. Səsimi təzə sevməyə başlamışdım ki, sümüklərimin səsi ilə tanış oldum. Sol çənəmdən dəyən dəmir kimi yumruq beynimi silkələdi. Çənə sümüyümün səsini eşitdim. Gözümdə hər şey qaranlıq və səssiz canlandı. Qulağıma gələn səsləri uğultulu eşidirdim. Başım elə fırlanırdı ki, yıxılmaqdan özümü güclə saxlamışdım. Dizlərimi yerə çöktürüb, sonra da başımı yerə atmaq, daha sonra isə həmişəlik yatmaq istəyirdim. Sadəcə yatmaq. Hamının buradan çıxıb getməsini və heç olmasa bir neçə saat elə buradaca yatmaq istəyirdim. Yavaş-yavaş görməyim və eşitməyim nisbətən qayıtdı. Ya sən vurursan, ya da səni vururlar, qulağımdakı səs. Hey, Mike Tyson, sən necə qisas tanrısına yumruq attın, deyə divara söykənib, qollarını sinəsinə çarpazlayaraq vecsiz də siqaret çəkən Enavar dilləndi. Daha dramatik səsləndirim. Sən indicə arı pətəyini daş atdın. Bilirsən də, arılar və insanlar yaranandan bu tərəfə heç bir uşağın arı pətəyinə daş atıb və heç nə olmamış kimi əli cibində fit çala-çala meşədən getməsi barədə nə real əhvalat, nə roman, nə povest, nə film, nə də ki uydurma hər hansı bir əhvalat var. Arı pətəyinə daş atdınsa, var sürətlinlə oradan yox olmalısan, yoxsa onlar səni biraz incidə bilər. Ha, nə eləyəcəksən, hə? Bəlkə sancacaqsan? Kişi indi də Enavarla başladı. Ata, baş qoşma bu axmaqlara, gəl gedək, deyə yanında duran sarışın qız dilləndi.
Enavar hiyləgərcəsinə güldü və özünü arxayın tərzdə siqaretdən bir qullab alaraq aldığı tüstünü ağzından duman dairələr formasında üfürürdü. Yox, arı axmaq heyvanda, mən arı deyiləm. Heç oxşamıram da. Bilirsən, niyə arı axmaq heyvandır? Deyərək əlindəki siqaret kötüyünü divara sürtüb söndürdü və yerə tulladı. Arxasınca da tüpürdü. Bilmirsən, hə? 2 alırsan, deyə hırıldadı Enavar. Dərhal da ciddi sifət alaraq davam elədi. Bax, arı insanı sancır. Ağrı yaşayırsan, incidir, hər neysə, amma arı zəhəri apitoksin qan yaradıcı sistemlərə yaxşı təsir edərək hemoqlobinin miqdarını çoxaldır. Qanın yaxıcılığını və laxtalanmasını azaldır. Eritrositlərin çökmə reaksiyasını aşağı salır və ən əsası ümumi leykositozu artır. Amma özünə nə olur bilirsən? Arı sancandan sonra iynəsi batıb insan dərisində qalır və qaçmaq istəyərkən bütün içalatı tökülür və dəqiqələr içində ölür. Bu elə də yaxşı üsul deyil məncə. Təbiətdə ən ağıllı heyvan insandır, ən qorxulusu da, deyə gözlərini yumşaqca yumub açdı Enavar. Qızın gözlərindən qorxduğu sezilirdi. Kişinin isə görünür heç nə vecinə deyildi. Söz demək üçün ağzını açdıqda Enavar şəhadət barmağı ilə onu susturdu. Özündən müğayət ol, əynini qalın geyin, qarnını aç saxlama. Arıları görəndə sakitcə qıraqdan keç, əlini qolunu yelləyib onları narahat eləmə, deyə onunla ana uşağı ilə danışdığı kimi danışaraq kişiyə lağ elədi. Məni hədələm uşaq. En uzunu 25 yaşım var. Sənin yaşın qədər də mənim polislikdə stajım var. Mən inspektoram. Özünü ağıllı aparmasan, ikinizi də basıram dəmir barmaqlıqların arasına. Ağlınız başına gələr. Yox, bircə bu olmasın, ora qaranlıqdır. Yalvarıram, bircə qaranlıq olmasın. Mən qaranlıqdan qorxuram əmi, deyib sözünü bitirənə qədər üzündə süni qorxmuş ifadə alan Enavar, sözünü bitirən kimi özünü arxayın istehsalı gülüşlə gözlərini onun gözlərindən çəkmədi. Durun, ikiniz də itilin buradan çaqqallar, dedi kişi. Sonra isə üzünü mənə çevirib, bir də İnarənin adına ağzına alsan, canlı belə rahat qurtarmayacaqsan, dedi. Çaqqal özünsən, heyvərə, qulağımdakı səs. Bu dadlı duzlu yumruqdan sonra ağlımdan ancaq yatmaq keçirdi. Saatlarla yatmaq istəyirdim, gözlərim axırdı. Amma Enavarın halı özündə idi. Bütün yol boyu kişini söyürdü. Onun başına nə ön açacağından dəm vururdu. Axşam işə getmədim. Billiyə yemək verib uzun-uzun yatmaq xəyalımı həyata keçirməyə qərar verdim. Səhərə yaxın oyandığımda Enavarın yatmadığını gördüm. Ayaq üstə dayanıb divara baxaraq nə isə düşünürdü. Lampanın işığının təsirindən onun divardakı kölgəsi çox nəhəng görünürdü. Hey, Terminator, nə iş görürsən orada? Niyə yatmırsan? Terminatorun qüruru yuxusundan vacibdir, deyə mənə tərəf döndü. Aha, dünən bizdən konfet istəyən uşağı çox gözlətmək istəmirəm. Uşaqlıqda mənə nəsə söz verib çox gözlədəndə pis olurdum. Nə eləmək fikrindəsən? Bilmirəm, bunun bir önəmi yoxdur. Əsas nə isə eləməkdir, deyərək gəlib yatağında əyləşib başını əlləri arasına aldı. Bəlkə baş qoşmayasan? Sənə nə olub, Ben? Yaxşısan? O sənə yumruq vurdu, məni də təhqir elədi. Əslində elə sənə də təhqir elədi və baş qoşmadan aradan çıxacaqsan? Bilmirəm. Axmaq olma, Bendi, bu bizim üçün əla şansdır. Sənə pislik eləyəndən qısa salmaq komfortunu yaşayacaqsan. Bu oyun daha maraqlı olacaq, görərsən. Həm də əminəm ki, o pis adam idi. Yaxşı adam olsa deyərdi ki, burada o adlı adam yaşamır. Ya da məndən soruşma, ya da hər nəsə. O isə əvəzində it kimi hürürdü bizə. Düz deyirsən, lənətə gəlmiş balqabaq Tomu. Düz deyirsən. Bakıda gecədir, soyuqdur, külək əsir. Külək ağacları silkələmək və mənim gözümü yaşartmaqdan başqa fit də çala bilir. Bakının işıq dirəklərinin başında sallanan lampalarla az işıqlandırılmış gecələri insansızlığı ilə gözəldir. İnsanlar yatır. Mən onlardan qorxuram sanki. Bakı ilə təkbətək xoşdur mənə. İçimdə bilinməyən bir günah hissi var. Özlüyümdə düşünürəm, öldürdüyüm Aylin və həbsə saldırdığımız Timur Didariyə görədirmi bu günahkarlıq hissi? Amma içimdə digər bir duyğu da deyir ki, sən bundan da şərəfsiz əməllər törətmisən. Lazımsız qarpız qabığı. Amma nə vaxt? Nə, harda bilmirəm. Bildiyim bir şey var, bilmirəm. Çiynimdə açılmış qoca Fender ilə Evernesə getmək üçün yola çıxmışdım əslində, amma Rock House-a çatdıqda bu bara daxil olmaq istəyə beynimdəki fikir dumanını dağıtdı.
Hər dəfə Enovar məni bura dəvət eləsə də, içəri daxil olmaqdan boyun qaçırmışdım. Amma bu dəfə nədənsə oranın ab-havasını görmək istədim. Evernestə biraz gec də geçsəm olar deyib, tünd qırmızı metlaq daşları ilə döşənmiş pilləkənlə aşağı düşdüm. Sprey ilə müxtəlif şəkillər çəkilmiş, dəmir qapının ağzında kostyum geyinmiş, əlində rasiya cihazı olan 2 ayaqlı mamont qaşqabağını tökərək mənə baxırdı. Baxışları görəsən nə isə səhv eləmirəm, fikri yaratdım beynimdə. Yaxınlaşdığımda təbəssüm göstərdi. Mən də qeyri-ixtiyarə yaltaq bir təbəssüm göstərib, qarşıma açılan rəngbərəng dəmir qapıdan içəri keçdim. Qapı açılan kimi vəhşi musiqinin səsi az qala qulağımı batıracaqdı. Artıq içəri keçib qapının ağzında duranda səs-küyün təsirindən bədənim sanki kildə düşmüşdü. Bir anlıq geri qayıtmaq istədim. Ev qızı, başlama yenə nazlanmağa, gəl keç içəri, qulağımdakı səs. Dişlərimi sıxıb bar piştaxtasına yaxınlaşdım. Mənə kola ver, deyə səsimin eşidilməsi üçün barmenə tərəf boylanıb qışqırdım. Cavabında barmen, bəlkə süd verim, demək istəyən istehsalı gülüşlə güldü. Axmaq, kişi içkisi götür, ona de ki pivə versin, Baltika 9, qulağımdakı səs. Haha, hey, zarafat edirəm, mənə Baltika 9 ver. Yenə də barmenə boylanıb qışqırdım. Barman isə cavabında, bu başqa məsələ deyə mimika ilə başım boyda stəkana sidik rəngində içki süzüb qabağıma qoydu. 2 əlimlə nəhəng stəkanı qucaqlayıb içindəki pivəni ilədim. Heç qoxusu da sidik qoxusunu elə çox fərqlənmirdi. Əyləşdiyim söykənəci olmayan oturacaqda fırlanıb səhnəyə tərəf döndüm və belimi bar piştaxtasına söykədim. Enovar səhnədə əlindəki qara elektrogitarası ilə hoqqa çıxarırdı. Enovarın öz aləmində kişi musiqisi adlandırdığı bu ulaşma yalnız psixi problemi olan adamlara zövq verə bilərdi. Buradakı insanlar öz günahlarından qaçıb gizlənmək üçün bura yığışanlar idi. Hansı ki, sakit bir göşəyə çəkildikdə öz şirkin əməlləri haqda düşünüb əzab çəkdikləri üçün düşünməməyə qət edənlər. Onlar qışqırır, içir, rəqs edir, mənasız şeylərə gülürlər. Nədənsə burada da adamlar arasında inarı axtarırdım. Enovar köynəyini çıxarıb lüt bədəndə əlində gitara ilə mikrofon qarşısında boğazının damarlarını şişirdərək 300 Spartalı filmindəki saqqallı oğlan kimi nərə çəkirdi. Bəzənsə yanına yaxınlaşan qara rəngdə dəri paltar geyinmiş, dodaqlarında qara pomada və göz qapaqlarına qara tuş sürmüş qızlarla öpüşürdü. Qulaqlarım artıq batmaq üzrə idi. Özümü lap cinlər diyarında hiss edirdim. Pivədən dadmaq istədim. Bir qurtum aldım. İryanc dadı ağzıma yayıldı. Buna kimi heç sidik içməmişdim. Pivəni piştaxtaya qoyub Evernestə getmək üçün yerimdən qalxdım. Hey Ben, hara tələsirik belə, deyə Enovar boynundakı dəsmalla tərini silə-silə qolumdan tutdu. Evernestə, orada işləyirəm. Tərləmisən, tərini silib əynində köynək geyinsən yaxşı olar, yoxsa soyuqlayacaqsan. Məncə artıq hər kəs görüb qara nəzərlərini. Bu nədir belə? Gəlib atan kimi uzaqdan məni seyr edib sakitcə çıxıb gedirsən. Sonra əynimi geyinməli olduğumu, soyuq olacaqmı deyirsən? Yoxsa sən atamsan? Sənin kimi oğlum olsa arvadımı məhkəməyə verərdim. Niyə? Deyərək xırıldadı Enovar. Çünki o boyda spermamı zay eləyib. Ay səni balqabaq Tomu. Enovar gülərək çiynindən astığı dəsmalla vurdu məni. Bugün ora getmə. Səhərə qədər qal burada kişi musiqisi dinlə biraz. Adam olarsan bəlkə. Deyə dartıb əvvəl oturduğum stulda oturtdu məni. Sən bəlkə bu ulaşmağa başqa bir ad qoyasan. Musiqi biraz narahat oturur onun əynində. Bu musiqi deyil. Bu punk rockdur sadəcə. Musiqidən daha artıq. Sən anlamazsan balaca. Elə isə punk rockdan zəhləm gedir. Odur ki, sən zəhlən getdiyi bu punk rocku səhərə qədər dinləməyə olacaqsan. Səhər artıq kişi olub çıxacaqsan buradan. Deyə kürəyimdən möhkəmcə vurdu. Gör burada nə qədər qız var. Get birinə yaxınlaş, bax ondan başqa, o mənli idi. Deyib, barmağı ilə qara dəri şort və gödəkçə geyinmiş qızı işarələdi. Qız şortun altından qara setkalı kalqoçka geyinmişdi. Sən qalx səhnəyə. Mən kol alıb gəlirəm. Burada ancaq CD satırlar. Gözləyəcəm səni, deyə arxamca səsləndi. Yaxınlıqdakı balaca marketdən Coca-Cola alıb Rock House-a qayıtdım. Mən içəri daxil olanda Enovar artıq mahnısını bitirmişdi. Məni görəcək səhnədəki mikrofonu dəstəyindən ayırıb əlinə götürdü və Xanımlar və canablar, indi isə mənim şatlan dostum Ben DeWayne akustik roku ilə sizin olmayan beyninizi dincəldəcək. Buna nə deyirsiniz? Deyə bağırdı.
Hər kəs bir ağızdan qışqırdı. Hə, eşitmirəm, deyə bağıraraq mikrofonu adamlara tərəf yönəltdi, qulağını da onlara tərəf şəklədi. Yenə də hər kəs bir ağızdan, amma daha gür səslə qışqırdı. Hə! İnavar səhnədən düşüb mənə yaxınlaşdı. Hə, balqabaqdumu, qalx məharətini göstər onlara. Heç vaxt. Qız xasiyyət olma, Bendi. Sənə evlənmək təklif eləmirəm ki, burada tipik utancaq qızlar kimi əzilib büzüləsən. Qalx o səhnəyə, bacardığını göstər, deyə səhnəni işarələdim. Mən o eybəcər səhnəyə hər tərəfindən dəmir salınan yolkabaş vəhşilərin qarşısına çıxan deyiləm. Onlar mənə ən yaxşı halda ayaqqabı atacaqlar. Bəsdi görək, Bendi. Ayaqqabı da, nə olacaq ki? Nə? Deyə gözümü bərəltdim. Heç nə, zarafat edirdim, deyə Enavar qəhqəhə çəkdi. Ya o səhnəyə çıxacaqsan, ya da sənin qoca fenderini başında qıracam. Mən ölsəm də o səhnəyə çıxan deyiləm. Səhnəyə çıxarkən hər kəs əl çalmağa başladı. Qoca fenderi yuvasından çıxardıb şunurları səs gücləndiricilərə qoşdum. Ed Sheeran'ın Give Me Love mahnısını oxuduğumda bütün taxtabaşların hamısı diqqətlə qulaq asırdılar. Heç kəs mənə ayaqqabı atmadı. Əksinə, mahnını bitirdiyimdə hər kəs ayaq üstə alqışladı. Onların mənim ifamı bəyəndiklərinə görə çox sevinmişdim. Səhərə qədər burada qaldım. Səhər isə Enavarla birlikdə Rock House-dan çıxdıq. Ben, hara gedirsən deyə qara rəngdə Harley Davidsona gitarasını yerləşdirən Enavar səsləndi. Bu nədir? Deyə təəccüblə soruşdum. Bu, dəvə, səhra dəvəsi. Amma oxşamır. Bilirəm, quyruğu yoxdur deyə gülərək motosikləti süzdü. Bu hardandır deyib motosikletə yaxınlaşdım və onu gözdən keçirməyə başladım. Qumarda otdum, necədir, bəyəndin? Pis deyil. İndi bu kaskayla beynini dağıdacam. Bəyənən yerin aktiv olacaq deyə əlindəki kaskanı qaldırıb silkələdi. Kaskaları başımıza keçirdik. Gitaralarımızı hərəmiz motosikletin bir yanına keçirdik. Enavar motosikletə gitara taxmaq üçün xüsusi yer düzəltmişdi artıq. Motosikletlə gəzmək də ayrı bir zövq idi. Enavar həddən çox sürətlə sürürdü. Hər kəs arxadan söyürdü bizi. Hərəmiz öz yatağımızda uzanıb gözlərimizi tavana zilləmişdik. Mən yenə də İnar barədə düşünürdüm. Enavar isə qisası. Bütün günü bizi təhqir edən kişidən qisas almağı barədə düşünürdüm. İndi İnarı unutmasam da harda sürəyimdə soyuqluq yaranmağa başlamışdı sanki. Rock House kimi yerə gedəndə fikrim o qədər dağılırdı ki, az-az düşünürdüm onun haqqında. Ya da ki, Enavarın sevgilisini öldürmə prosesi. Burada da fikrimi başqa səmtlərə yönləndirməklə az da olsa fikrimi dağıda bilirdim. Amma gəlib bu cür sakit bir yerdə oturanda onun üçün burnumun ucu göynüyürdü artıq. Evrika, deyə Enavar qışqıraraq yerindən qalxdı. Nevrika, deyə üzüm ona çevirdim. Evrika, axmaq, Evrika, indi bilirəm nə edəcəyik, deyə özünü yatağına atdı və yatağında tullanıb düşməyə başladı. Nə edəcəyik? Heç nə soruşma. Sadəcə mənimlə gəl, deyərək qolumdan dartıb yatağımdan qaldırdı məni. Yaxşı, amma bilmək olar hara gedirik. Sual vermə, gəl, deyə məni tələsdirdi. Arxa təkəri qabaq təkərindən 2 dəfə böyük olan Harley'e mindik. Qara dəvə hər kəsi dönüb baxmağa məcbur edən nərilti ilə yerindən götürüldü. Gözlənildiyi kimi gecə mübahisə elədiyimiz həmin məhəllədəyik. Bura həm də İnarın məhəlləsidir. Bura gəlməyimə sevinmişəm. Enavarın məqsədi başqa olsa da, mən İnarı görmək ümidi ilə buradaydım. İkimiz də arxamızı motosikletin oturacağını dayayıb oturmuşduq. Saat 12 idi. Amma hələ də ortalıqda bizə lazım olan heç nə yoxdur. Enavar kostyumlu kişini, mən isə onda gizlicə İnarı gözləyirdim. Xoşbəxtlikdən telefon cibimdə idi. Gözlədiyimiz müddətdə bir neçə mahnıya qulaq astım. Mahnılar artıq zövq verməyəndə keçdim sevimli vərdişmə. Məhəllədəki bütün binaların pəncərələrinin sayını öyrəndim. Hər pəncərənin yanında quraşdırılmış havalandırma sistemlərini də saydım. Sonra aydın oldu ki, hər pəncərənin yanında bir havalandırma sistemi varsa, onların sayı elə pəncərələrin sayı qədərdir. Özümdə riyaziyyatçı olmaq istedadı hiss elədim. Bəlkə də Tanrı məni elə riyaziyyatçı olmaq üçün yaratmışdı. Bəlkə mənim yolum elə budur. Evə gedib riyaziyyatla məşğul olmağı söz verdim özümə. Artıq saymağa heç nə qalmamışdı. Burada doğrucu insanlar qalır, hə? Sənlə bir şəraitə, maşınlara bax, deyə heyrətimi gizlətmədim. Axmaq, biz kuklayıq, deyə Enavar narazı şəkildə mənə baxdı. Biz bunların yanında balqabaqdan yolunmuş Halloween oyuncağından da pisik. Gör nə əla maşınları var. Bura bax, Ben,
Sən xristiansan, hə? Bilmirəm, amma ailəm xristian olub. Deməli, səni xaç suyuna salıblar, hə? Yəqin ki, doğulduğum gün elə də yaxşı yadımda deyil. Biraz həyəcanlı idim. Binaları seyr edərək dedim. Əminəm ki, sənin bu boş başını o müqəddəs suya salmayıblar, deyə barmaqlarını qatlayıb gicgahımdan vurdu. Sən bilmirsən ki, hər kəsin problemi var. İnsanın var dövləti nə qədər çoxdursa, o qədər problemi var. Yəqin ki, problemlər var dövlətlə düz mütənasibdir. Başqaları kimi olmağa çalışma. Öz istiqamətini seç. Öz əlindəkilərlə xoşbəxt deyilsənsə, onları əldə edəndə də xoşbəxt olmayacaqsan. Əhsən sənə filosof, amma deyim ki, o sarı maşına görə mən dünyanın ən ağır yükünün altına da girərdim. Doğrudan. Onda gəlsən o sarı Maseratini alaq və belə bir problem verək. Fikirləşirmiş kimi barmağını dodaqlarına dayayıb gözlərini səmaya zillədi. Məsəl üçün, əllərini ayaqlarını kəsək ya da kör edək səni. Elədirsə, mən necə sürəcəm bu sarı Masutrasini? Problem də elə bundadır. Sən elə bunu yaşamağa hazır deyilsən. Özdə Masutrasi deyil o. Maseratidir o. Maserati. Mən elə gəlir çox şiirdirsən. Məncə o sarı Maserati. Sarı Maseratinin yəsi nə kordur, nə də ki kardır. Əlləri, ayaqları da yerindədir. Amma əminəm ki, onun daxilində elə böyük boşluq var ki, orada ranço açmaq olar. Əslində həyatda hər şey mənasızdır. Normal məntiqlə baxanda, insanları yaşamağa sövq edən də elə bu Maserati kimi dəmir yığınlardır. Maseratisi olmayan adam, nə vaxtsa Maseratisi olmaq arzusu ilə işləyir. Məqsədinə yaxınlaşması, işlərinin yaxşı getməsi üçün qanına endorfin ifraz edir. Bu ona qeyri-adi bir xoşbəxtlik verir. İşlərinin pis getməsi də ona güc verir. Bu vəziyyətlərdə mən çalışıb bacaracağam deməsi də əzmini möhkəmləndirir. Amma adam bir gün Maserati aldıqda, bir neçə gün sevinclə sürəcək və adiləşəcək. Elə bu, deyəcək ürəyində. Onu xoşbəxt edəcək başqa nəsə axtarmağa başlayacaq. Daha mənalı, mənəviyyatını zənginləşdirəcək bir şey. Bəli, mənəvi. Çünki maddiyyat dağını o artıq aşıb. Mənəviyyat bağının meyvələri isə maddiyyatınki qədər asan ələ çatan deyil. Sözündən belə çıxır ki, kasıblar daha şanslıdır. Belə deyək də, sənə 2 A və B oyun diski verim. Eyni 10 missiyadan ibarət oyundur. Sadəcə A diskində ilk 5 missiya yoxdur. Oyun 6-cı missiyadan sonra başlayır. B diskində isə bütün missiyalar var. Hansını seçərsən? Deməli, varlıların həyatın bütün dadlarını yaşamaq kimi şansları yoxdur. Amma kasıblarda var, hə? Hə, varlılarda A diskidir. Onun ən maraqlı hissələrini qaçırdıblar, heyf. Deyərək, güldə nə var? Biz bura niyə gəldik axı? Bir açıqlama verəcəksən. Biraz döz. Bu tiplərin səhər-səhər getməyə həmişə bir yer olur. Huf, yoruldum, mənim yuxum gəlir. Onda yat. Aha, çıxdı, odur, deyə Ənəvar pıçıldayaraq məni silkələdi. Binanın girişindən çıxan, həmin gecə it kimi ürən kişinin qoluna girən sarışın gözəlçəydi. Kişinin qızı idman paltarı geyinmişdi. Bir çiynindən də idman çantası asılmışdı. Görünür idman zalına gedirdi. Qulağına taxılmış ağ rəngli qulaqcıqlar real həyata offline olduğuna işarə idi. Qız binadan çıxıb avtobus dayanacağına çatanda qədər mosikletin üstündə əyləşib kaska ilə başımızı gizlədərək onu izlədik. Tərpən beyin gedirik deyə kaskanı mosikletə bağlı Ənəvar məni tələsdirdi. Qızdan bir neçə metr aralıda durub pusqu qurduq. Çox keçmədi ki, qırmızı ağ rəngləri qarışmış avtobus sürətlə gəlib dayanacaqda dayandı. Qapıları fısıltı ilə açıldı. İlk əvvəl təkərinin boşaldığını zənn eləmişdim. Qız ortadan avtobusa mindi və qırmızı dirəkdən yapışaraq sürücüyə yaxın yerdə ayaq üstə dayandı. Yerini rahatlayan kimi cibindən telefonu çıxardıb qurdalamağa başladı. Biz də onun arxasınca minmişdik avtobusa. Arxasına dayanıb onu izləyirdik. Qız gah telefonu əlinə alıb qurdalayır, gah da dirəyə tutduğu əlinin içində saxlayırdı. Dirək ilə əl arasında sərhəd kimi qalırdı telefon. iPhone-ların maraqlı xüsusiyyəti bilirsən nədir? Onlar cibə girmir. Onları cibə qoymaq bəlkə də hörmətsizlikdir. Fikir ver, kimin başqa model telefonu var cibdədir. Əllərdə olan hamısı iPhone-dur. İşlətməsə də əlində gəzdirir, deyə Ənəvar qulağıma pıçıldadı. Niyə? Çünki bu reklamdır. İnsanlar özləri haqda yaxşı reputasiya yaratmaq üçün nə desən edərlər. Sənin beynin hələ belə şeylərə hazır deyil. Odur ki, heç nə danışmayacağam. Təxminən 10 dəqiqə yol getmişdik ki, sarışın avtobusdan düşmək üçün ön qapıya yaxınlaşdı. Əvvəlki kimi telefon tutduğu əli ilə marşrut avtobusunun döşəməsi ilə tavanını birləşdirən qırmızı turbadan tutdu. Digər əli ilə pul tapmaq üçün təşvişlə cibinə eşəliyirdi.
Enavar qıza yaxınlaşdı və telefonun boş qalmış yuxarı hissəsini əli ilə turba qarşı qucaqladı. Telefon uzun olduğundan elə situasiya yarandı ki, telefonun aşağı hissəsini qız əli ilə turba qarşı qucaqlamışdı, yuxarı hissəsi isə Enavar. Pulu ödədikdən sonra qız əlini turbadan çəkərək avtobusdan düşüb sürətlə addımlamağa başladı. Enavar telefonu daha möhkəm tutduğundan telefon onun əlində qaldı. Arxadan Enavarın və digər sərnişinlərin tələsiyinə görə atmosferə düşən qız həyəcanlı olduğundan bunu sezə bilməmişdi. Enavar isə hiləgərcəsinə gülərək göz vurub səssiz şəkildə bingo dedi. Növbəti dayanacaqda avtobusdan düşdü. Əlayəm hə? Deyə hırıldadı Enavar. İndi isə bizə lazımdır hündür mərtəbəli bina. Gəl getdik. Deyə addımlamağa başlamışdı ki, qəfil şəhadət barmağını gicgahına dayaraq nəsə tapılmış kimi ayaq saxladı. Chips deyərək gözləri parıldadı. Nə chips? Deyə şübhə ilə soruşdum. Gəl gedək biberli chips alaq dedi və əvvəl getdiyimiz yolun əks istiqamətində addımlamağa başladıq. Mənim həyəcandan ürəyim əsirdi bu vəziyyətdə. Enavarın isə iştahası var idi hətta. Nə gözünü döyürsən orada tərpən, deyib bir neçə metr məndən uzaqlaşan Enavar geri dönüb məni səslədi. Şüşə qapısında Coca-Cola reklamı olan kağız yapışdırılmış marketə daxil olduq. Alo, görəsən bu kasıb marketdə kimsə bizi öz diqqəti şərəfinə layiq görəcək? Enavar əməlicə hakü saldı. Buyurun, necə kömək edə bilərəm? Gənc satıcı qız yaxınlaşdı. Kömək lazım deyil, mənə 2 dənə böyük boy biberli leys verəcəksən. Mən isə sənə əvəzində pul verəcəm, deyə Enavar sərt qaşqabaq göstərdi. Enavar üçün bir böyük boy biberli chips, mənim üçün isə bir böyük boy pendirli chips və kola aldıq. Avtobusdan düşdüyümüz dayanacağın yaxınlığında olan ilk dəfə saydığımda 16, ikinci dəfə sayanda 17, üçüncü dəfə, dördüncü dəfə saydıqdan sonra konkret nəticə gəldim 21 mərtəbəli binanın damına çıxdıq. Buradan hər şey çox xırda görünürdü. Mən aşağı baxmağa belə qorxurdum. Amma Enavar 1 metr hündürlüyü olan beton hasarın üstündə əyləşib, ayaqlarını binadan aşağı sallamışdı. Çipsini də elə marçıldadır ki, əsəblərimə toxunurdu. Əlini paketə aparıb bir ovuc çipsi çıxardı, ağzına apardı ki, telefon zəng çaldı. Of, heç yeri idi, beyin. Əllərim məşğuldur, cibimdən telefonu götür. Cibindən telefonu çıxardım və ekrana baxdım. Nömrə yoxdur, dedim. Şəhər telefonu ilə zəng edib üzünü mənə çevirmədən dedi. Əlini yaşılın üstünə qoy və sağa sürüşdür. Dediyi kimi də elədim. Enavar ovcunda çipsi doldurduğu əlini çəçələ barmağı ilə səs gücləndiricini aktiv elədi. Alo, deyə Enavar ucadan səsləndi. Siz kimsiz? Bu mənim telefonumdur, o hardan sizdədir? Qız təşviş içində sual atəşinə tutmuşdu bizi. Enavar dodağını büzərək axıra qədər dinlədi və qız sözünü bitirdiyində ağzındakı çipsini udaraq sənin telefonunu oğurlamışam. Əgər sağ-salamat görmək istəyirsənsə, 5 milyon dollar ödəməlisən. Hamısı da onluqlarla olsun. 10 dollarlıq kağızın üstündəki oğlan mənə oxşayır. Nə? Nə danışırsınız? Mən polisə şikayət edəcəm. Qız həyəcanla bağırırdı. Ölürsüz də bir zibil olan kimi polisə qaçmağa. Zarafat edirdim. Telefonunu küçədə düşürtmüsən. Yerdən tapdım. İşimi gücümü atıb zəngini gözləyirdim ki, qaytarım. Sülh küçəsi 27-ci binanın damındayam. Gəl bura götür telefonunu. Bəs mən ora necə çıxacam? Deyə soruşdu qız. Bəs mən aşağı necə düşəcəm? Aşağı düşmək asandır, dedi qız. Mənim gözümdə də yuxarı qalxmaq asandır. Lap tutaq ki, yuxarı qalxmaq çətindir. Mən sonra necə geri qayıdacam? Problem deyil. İstəsən binanın altına gəl, mən telefonu tullayaram, aşağıdan tutarsan. Yox, lazım deyil. Çox sağ olun. Elə indi gəlirəm ora. 21-ci mərtəbədə liftdən çıxanda dama qalxan nərdivan görəcəksən. Yuxarı açılan qapı da açıqdır. Hə, bir də gələndə mənə şirinlik də gətir. Hə, əlbəttə. Nə istəyirsiniz? Telefondan gülüş səsi gəldi. Qoy fikirləşim. Tapdım. Mənə bir dənə dəftər, bir dənə də qələm gətir, deyib bir qısa pauza verib əlavə etdi. Yazı yazmağı öyrənirəm. Oldu, gətirərəm. Tez gəl, vaxtım azdır. Oldu, artıq yoldayım. Gəl, qız sözünü bitirməmiş, Enavar əlaqəni kəsdi. Telefonu cibinə qoydu və paketdən daha bir ovuc cips götürüb ağzına qoydu. Ağzını marçıldada şəhər mənzərəsini seyr edirdi. Kola içirsən, deyə əlimdəki kola bankasını Enavara uzatdım. Pəhriz üçündür, mənə tərəf çevrilərək kola bankasını süzdü. Sənin üçün nə fərqi var ki? Əşrəyə ver, deyib kolanı aldı əlinə. Filmlərdə belə dediklərini görmüşdüm, deyib bankanı çəkdi başına. Nədir? Dini inancım var. Hə, bütün dinlərə inanıram. Zarafatsız Tanrının mövcudluğuna inanırsan? Mənim vəziyyətimdə Tanrının mövcud olması xəbəri heç də xoş olmazdı, deyib kola bankasını mənə uzatdı. Beləliklə,
Mənim nənəmin istəmədiyi şeyləri görməmək kimi maraqlı xasiyyəti var idi. Əslində bu bütün insanlarda var. Kimə sərf eləyir Tanrı var, kimə sərf eləmir yoxdur. Amma heç kəs hələ ki konkret bir söz deyə bilməz bu barədə. Aydındır. Bəs sən? Deyə soruşanda Enavar özünü mənə tərəf çevirdi. İnanıram, amma dinlərdən başım çıxmır. Mənə hələ heç kəs heç nə öyrətməyib bu barədə. Bəs onu, yəni Tanrını necə təsəvvür edirsən? Ümumi təbiət ola bilər. Məncə Tanrı təbiətin özüdür. Deyəsən sənin salındığın xaç suyuna nəsə düşüb, oradan bir-iki damcı başını hopub. Enavar beton hasarın üstündə əyləşib, ayaqlarını binadan aşağı sallamışdı. Mən isə belimi ona çevirib, eyni hasara söykənərək fikir burulğanına baş vurmuşdum. Görəsən sonra nə baş verəcək düşünürəm. Enavarın nə planlaşdırdığını bilmək istəyirdim. Amma bilirdim ki, hər halda yaxşı bir şey deyildi. Maraqlısı o idi ki, onun yanında olarkən nə ediriksə, düz olduğumuzu özümü inandırırdım. Enavarın isə qətiyyən eşinə vecinə deyildi. Mənasız şeylərə vacib bir şeymiş kimi gözlərini qıyaraq baxıb, qırmızı paketdəki biberli çipsləri marçıldada yeyirdim. Bir halda ki, səncə Tanrı yoxdur. Demək o biri dünya haqqında danışılanlar da cəfəngiyatdır, deyə soruşdum. Hər halda. Bəs nə olacaq öləndən sonra? Heç nə, öləcəyik, deyərək cibindən bir siqaret çıxarıb dodaqları arasına qoydu və yandırdı. Uzun bir qullab alıb, öləcəyik. Sonra bədənimiz soyuyacaq, bütün reflekslər söndürüləcək. Əgər cəsədimizi tep sapsalar, içalatımızı çıxardıb torpağa basıracaqlar. Orada bədənimizdə yığılan qazlar çölə çıxa bilmədiyi üçün yığılıb bədənimizə şişirdəcək. Arnold kimi, deyə sözünü kəsdim. Enavar üz-gözünü turşutub mənə baxdım. Təxminən elə, sonra partlayacağıq. Şar kimi. Bu dəfə sözünü kəsdim. Mumla, imkan ver danışım. Gözlərimizdən başlayıb hər yerimiz çürüyəcək. Nəfəs almadığımız üçün bakteriyalar içalatımızı yeyəcək. Nəysə, muzeylərdəki skeletdən olacaq, deyib, üzünü çevirib siqaretdən daha bir qullab aldı. Bəs buludlar üzərində ağ libas giyinərək arfa çalmaq hansı mərhələdə olacaq? Sənə vəsən salmaq istəməzdim, amma təəssüf ki, heç bir ağ libas və yaxud arfa olmayacaq. Sən heç ölmüsən? Zənnimcə yox. Bəs hardan bilirsən? Bu mənim fərziyyəmdir. Yəni ki, doğru olmaya da bilər. Enavar üzünü mənə tərəf çevirib siqaretdən daha bir qullab aldı. 1% ehtimalla. Deməli, sənin fərziyyənlə öləndən sonra 1% ehtimalla buludlar üzərində arfa çalmaq şansın var. Enavar hövsələdən çıxmış halda mənə baxıb, dərindən kök götürdü. Bura bax. Sən nə vaxtdan belə arfa sevən olmuşsan, hə? Sən bu lənətə gəlmiş aleti çala bilmirsən axı. Ölənə yaxın kursa yazılacam. Əzrail canını almazdan 3 ay əvvəl sənə məktub göndərəcək. Məktubda məsləhətli arfa çalma kurslarının nömrələri də olacaq, deyib istehsəllə güldü. Yəqin o biri dünyada öyrədirlər. Filmlərdə görmüşəm ki, ham öləndən sonra buludlar üzərində ağ libasda arfa çalır. Deyəcəyim, indi sənin filmlərini də bizim gözəlçə gəldi, deyib, dodaqlarının arasındakı siqareti barmaqları arasına alıb, ağzına aldığı tüsünü fısıltı ilə ciyərlərini çəkib, havaya üfürdü. Qız yuxarıdan qarışqa boyda görünürdü. Hasardan boylanıb aşağı baxanda ayaqlarımdan ruhumun çıxmasını hiss elədim. Qorxub dərhal geri çəkildim. Enavar əlini havaya açıb sağa sola yellədi ki, qız görsün. Nədir bendi, qorxdun deyəsən deyə Enavar rişxəndlə güldü. Hə, biraz. Heç binadan tullanmağı düşünmüsən? Məncə hə. Maraqlı hiss olar, elə deyilmi? Deyib, əlini oturduğu beton hasara söykəyəndə betondan bir parça qopdu. Vav, buna bax, deyə əlindəki daş parçasını yuxarı qaldırdı. Bu beton parçasıdır. Doğrudan? Hə. Bilirəm, axmaq. Yaxın gəl, özüm tullana bilməsəm də bu beton parçasına bu zövqü yaşadacağım. Onu aşağı tullayacaqsan? Hə. Birdən maşınların üstünə düşdü. Problem deyil, qırılmaz, ağzına beton deyirsən. Gicbəsər, maşınlara bir şey olar deyirəm. Maşınlarının dərdinin yiyələrini çəksin, mən öz daşımın dərdini çəkirəm. Tərs-tərs baxdım ona. 3-ə qədər sayıb bu daşı tullayacağım, görüm necə uçur. Niyə məhz 3? Ax, beyin, bəsdir görək, sən məni bezdirdin niyələrinlə. Nə bilim, hər kəs elə eləyir. Ax, sən standart deyildin. Əlbəttə. Bunu əla dedin. Axı mən başqalarının açdığı cığırla getmirəm. Elə isə sən dostumsan. Sən bir rəqəmdir. Olsun 29. Biraz çox olmadı ki, deyib, barmaqlarının arasındakı siqaret kötüyünü söndürmədən var gücü ilə uzağa tulladı. Burunun altında, yox, bir 290 dediyini eşitdim. Bugün hansı ay və gündür deyə soruşdum.
Martın 10-u. Onda olsun 10. Çox şit rəqəmdir. Onda olsun 15. Yox, bu rəqəmdən zəhləm gedir. Məktəbdə oxuduğum vaxt bu rəqəmə görə yazdıqlarım əsasında kədərli bir film çəkmək olar. Yaxşı, olsun 16. 6. Okey. Bir yerdə 6-ya qədər sayıb qışqıraraq daşı yerə tulladıq. Əslində Enavar tulladı. Mən heç aşağı belə baxmadım. Bir neçə saniyə keçmədi ki, Enavar qışqıraraq əlini havaya qaldırdı. 10 xal. Nə 10 xal? Aşağı bax tez. Tez hasardan boylanıb binanın aşağısına baxdım. İlk baxışdan aydın görə bilmədiyim üçün gözlərimi möhkəm yumub tam açdım və gördüyüm mənzərə əməllicə qanımı qaraltdı. Binanın alt hissəsi ilə uzanan şəkildə qara don geyinmiş və başında qara şləp olan qlamur bir qız uzanmışdı. Başının qıraqlarını əhatəyə alan mayə görünür qan idi. Çünki daş da elə onun yanında idi. Ha, başına dəydi, deyərək əl çalıb qəhqəhə çəkdi Enavar. Məncə işte gülməli deyilin, o ölə bilər. Amma ölməsə həyatı daha gözəl olacaq. Hətta deyərdim yaşayacaq bundan sonra. Belə deyək, biz ona lotereya bileti verdik. Amma o ölə də bilər. Paho, işə düşdük də. Ölür cəhənnəmə ölsün, bildin? Vecmə də deyil, Enavar sərt şəkildə bağırdı. Ha, bu da bu. Sən mumlayacaqsan. Hər şey zay eləməyə ağlına belə gətirmə. Binadan tullanmaq zövqünü yaşada bilərəm sənə, deyə xəbərdarlıq eləyib binadan salladığı ayaqları qaldırıb binanın mərkəzinə tərəf çevirdi. Gələn sarışın qız idi. Heç nə demədən qıraqda tək qalmış mişar daşının üstündə oturdum. Öz pendirli çipsimi və kolanı da yanıma götürdüm. Maraqlı tamaşa üçün tam hazır idim. Sarışın gözəlçə bizi görəcək çaşbaş qaldı. Siz... Hə, biz. Mən sənin ata baş qoşma baxmağa dediyin həmin o axmağam. Görünür elə də axmaq deyilmişəm, deyə istehza ilə güldü Enavar. Mənim telefonumu oğurlamısan, deyə qız çaşqın halda soruşdu. Yox, ya da hə, hər neysə, nə fərqi var, əsas telefon məndədir. Həm də ki, inanmıram telefon indiki hal üçün eldə vacib mövzu olsun, deyib, gözlərini qıyaraq onun gözlərinin içinə baxdı Enavar. Yaxşı, de görüm, nə lazımdır sənə? Qız pərt olmuş halda soruşdu. Enavar fikirləşirmiş kimi qaşını qaşıdı. Mən elə gəldi ki, bu əlinin üstündəki sıçan tələsi döyməsini qıza göstərərək subliminal mesaj göndərmək üçün idi. Mən çox şey istəməyəcəm. Belə baxanda çox ya da az nisbə anlayışdı. Adama, məkana, zamana və digər vəziyyətlərə görə dəyişir. Mənim üçün az olan sənin üçün və sənin boksçu atan üçün çox ola bilər. Amma sizin egoist prizmanız vecmə də deyil, deyə Enavar mənə baxaraq hiləcərcəsinə gülümsünüb göz vurdu. De görüm sənə nə lazımdır, deyən qızın qırıq və sərt göstərməyə çalışsa da, kövrək səslənən səs tonu onun hisslərinin qarşımasından xəbər verirdi. O qorxmuşdu. Enavarın binanın girişində danışdığı leksiyadan sonra necə təhlükəli tip olduğu barədə müəyyən təsəvvür yaranmışdı onda. Ona görə də qorxdu. Hara tələsirik belə, deyə hırıldadı Enavar. Sənin yerində olsam heç tələsməzdim, deyib başını yığaladı. Sənin bir adın var? Yəni anan çörək almaq üçün göndərməyə damaqdan nə deyib qışqırır mətbəxtdə? Deyə Enavar əlini dizləri arasında qoyduğu qırmızı çipsi paketində gəzdirdi. Bunun bir əhəmiyyəti yoxdur, sarışın qız kəskin tonla cavab verdi. Enavar dərindən nəfəsini dərdi və özünü arxayın tonla mən də Enavar, vurğu axıra düşür. Tanışlığımıza şadam, deyə əlini sinəsinə qoyub başına aşağı idi. Adım biraz uzun oldu, amma neyliyə bilirsən, bunun bir əhəmiyyəti yoxdur. Mən həmişə demişəm, təbiətin qanunları əsl qanunlardır, pozulmazdır. Onu pozmağa çalışarkən ağır cərimələr və sanksiyalar tətbiq edilir cinayətkara. Suya düşmüsənsə mütləq islanmalısan, deyib bir ovuc çips dürtdü ağzına. Bu axırıncı aforizmin biraz yersiz olmadı ki, deyə Envara pıçıldadım qıraqdan. Lənətə gəlsin, mən də bu barədə düşünürdüm. Fikir vermə, rad olur, deyə burnunun altında ağzı dolu çips ilə yalnız mənim başa düşəcəyim səslə mırıldandı. Yəni ki, ara pətəyinə daş atıb aradan çıxmaq elə də asan deyil, deyib sual verən baxışlarla üzünü mənə çevirdi. Sanki, bəs bu necə də deyirdim. Başımı yellədərək orta bab olduğunu işarələdim. O isə özünə əmin halda yenidən qıza zillədi gözlərini. Sən Enavar dedin, Enavar? Deyə sarışın qız təəccüblə soruşdu. Hə, elə dedim. Enavara? Nə? Deyə soruşdu Enavar. Enavara McDonald, deyə başını qaldırıb xəyallara daldı qız. Bu qız xəstədir, deyə Enavar mənə baxaraq hırıldadı. Dünyamıza qayıt, deyə Enavar qıza səsləndi. Üzünü mənə çevirib, gəl başdan başlayaq.
Ben, harda qalmışdıq? Big Bang'da dedim. Nə? Demədim başdan başlayaq. Okey, yenə var, əsəbləşmirəm, sakitəm, heç məni əsəbləşdirə bilməz. Heç nə məni əsəbləşdirə bilməz deyərək öz-özünü sakitləşdirdi nə var. Aha, deməli, arı pətəyində qalmışdıq. Daha aydın olsun deyə biraz da açıq deyəcəm. Çeynəyib udmağa hazır elədiyi çipsini boğazından keçirdi. Dili ilə damaqlar arasında qalmış qalıqları da təmizlədi. Sənin lənətə gəlmiş yeşə qarınlı, özündən razı düdəmi atan arı pətəyinə daş atıb, əli cibində ortalıqda gəzir. Təbiətin qanunu pozub, əli cibində gəzir. Cəzasını almayıb elə. Elə sən də mənə axmaq deyib təhqir elədin. Sənə də yüngülvarı cəza verəcəm, deyib yenidən əlini qırmızı çipsi paketinə atdım. Bağışla, mənim atam yaşı keçmiş kişidir. Adətən bu yaşlı adamlar nə danışdıqlarını bilmirlər. Çox aqressiv olurlar, əminəm ki, o belə etmək istəməzdi, sadəcə İnara Vahid Enavar onun sözünü kəsdi. Sözünü axıra qədər deyə bilmədi. İnara Vahid adını eşidən kimi ürəyimdən qığılcım keçdi. Kəs səsini. Heç bir arqument lazım deyil irənc hərəkətlərinizə. Mən hər şey gördüyüm kimi yozuram. Siz insanlar öyrəşmisiniz istədiyiniz qələt eləyib üstünü uyğun donla bəzəməyə. Amma əmin edirəm səni. İstəməzdik səni incidək, titrək yalvarış dolu səslə dedi. Ha, eşitdim ben, məni incitmək istəmirlərmiş, deyə süni qəhqəhi ilə güldü. Qulaqlarının sarı zibilini təmizlə və mənə yaxşı-yaxşı dinlə. Sənin atan, onun atası, lap onun atası, ümumiyyətlə hamının atası yığışda belə, mənim ev heyvanımı da incidə bilməzlər. Sənin ev heyvanın yoxdur axı, deyə Enavara xatırlatma elədim. Bendi kəs səsin orada, deyə mənə baxmadan sanki qulağına gələn səslə danışırmış kimi gözlərini yerə dikərək ağzından ot püskürdü. Daha heç nə demədim. Amma belə olacağını bilmirdik, deyən qızın kirpiklərinin arasında bir göz yaşı süzüldü. Birinci yavaş-yavaş axsa da, almacıq sümüyünü keçdikdən sonra sürətlə süzülərək dodağına çırpılıb yox oldu. Hə, tanış səhnələrdir. Oyunun bu mərhələsində nədənsə hər kəs bu rola girir. Amma deyim ki, heç də keçərli deyil. Boş yerə zəhmət çəkmə. Bunun bir rəhməti yoxdur, xanım. Bağışla, üzr istəyirəm. Atamın da, özümün də yerini üzr istəyirəm. Atama dəymə, yalvarıram sənə. Qız artıq öz göz yaşlarını azad buraxmışdı. Elə yazıq və aciz görünürdü ki, onu qucaqlamaq istədim bir anlıq. Onu qorumaq hissi keçdi içimdən. Hər şeyin zarafat olduğunu deyib, telefonu ona verib azad buraxmaq istəyi də var idi içimdə. Amma bunu etsəm, Enavar mənə 21-ci mərtəbədən aşağı tullanmaq zövqünü yaşadacağına söz vermişdi. Həm də ki, bunun yersiz ürək yumşaqlığı olduğunu anladım. Məndən asılı olmayan səbəblərdən insanlara asanlıqla aldandığımı bilirdim. Buna görə də öz idarə etməmi Enavara həvalə etmişdim. Əla, mənə də lazım olan elə bu idi. Atana deyməyəcəm, sənə deyəcəm. Atana isə yalnız bir həftəlik ürək sıxıntısı verəcək. Yəni, olanlar onu bir həftə qəmləndirəcək, sonra isə keçəcək, vəssalam, deyə çiyinlərini çəkdi və əlavə etdi. Bəlkə də yox. Neyləmək fikrindəsən, deyərək qız göz yaşlarını qolu ilə sildi. İndi görəcəksən, deyib, əlini çipsi paketinə gəzdirdi. Çipsinin qurtardığını görüb, paketi bükərək cibinə bastı. Sənə dediyim hədiyyəmi gətirmisən? Hə, əlbəttə, deyə çiynindəki idman çantasını açıb, içini eşələdikdən sonra yaşıl üzlü dəftəri çıxardı. Dəftəri qoltuğuna vurub çantanı biraz da eşələdikdən sonra bir qələm də çıxardı. Hər ikisini bir əlində tutaraq çantanın sepini bağlayıb yenidən çiyninə atdı. Budur, dəftər və qələm deyə onları Enavara uzadaraq bir neçə addım yaxınlaşdı. Aralarında cəmi 1 metr məsafə qalmışdı. Yox, mənə vermə. Oradan bir vərəq cır. Qoy dəftərin üstünə. Bir məktub yazacaqsan, səliqə ilə cır vərəqi. Deyib əlini cibinə atdı və cibindən çupa-çup çıxardım. Qız itaətkərcəsinə onun dediklərini yerinə yetirməyə davam elədi. Psst, hey, sən çupa-çups da aldın? Deyə Enavara pıçıldadım. Gördüyün kimi. Qız səliqə ilə kağızı cırmağa başladı. Mənə niyə almadın, deyə yenə pıçıldadım. Bağışla, pulun qalığına bir dənə bundan götürdüm. Mən də istəyirəm axı. Biraz sorum, sonra sənə verərəm, deyib pırıldayaraq çupa-çupsun kağızını soyurdu Enavar. Cəhənnəm ol. Hazırdır. Vərəqə nə yazacağam indi, deyə əlində dəftər və qələm itaətkar qul baxışlarıyla Enavara baxırdı. Bunun bir əhəmiyyəti yoxdur. Enavar yenicə ağzına qoyduğu çupa-çupsu ağzından çıxardı. Yaz ki, əziz ana. Mən artıq bezmişəm. İntihar etməyə qərar ver. Enavar sözünü axıra çatdıra bilmədi. Qızın təəccüb içində yüksək sonla nə? Deyib qışqırması onun sözünü kəsdi. Mən heç nə yazmayacağam. Telefonumu verin, çıxım gedim. Qələmi dəftərin arasına qoyan qız öz qorxusunu gizlətməyə çalışan kəskin tonla danışırdı.
Bu an Enovar çupa-çupsu yenidən ağzına qoydu və qəti hərəkətlə əlini belinə apardı. Belindən boz rəngdə lüləsində uzun səs boğan qulaşdırdığı Makarov tipli tapanca çıxardı. Qıza tuşlaması mənim təəccübdən ağzı açıq qalmama səbəb oldu. Ağzındakı çupa-çupsu çıxardı. Əzizim, bu balaca oğlan bilirsən də nələrə qadirdir. İndi isə kes o ciltili zəhlə tökən səsli və nə deyirəm onu elə, deyib çupa-çupsu ağzına qoyub iştaha ilə sormağa başladı. Bunun bir əhəmiyyəti yoxdur, elə qorxmuşdu ki, sanki üzərinə Makarov tipli tapanca tuşlamışdılar. Bunu mən də gördüm. Əslində doğrudan da onun üstünün lüləsinə səs boğan quraşdırılmış Makarov tipli silah çəkmişdilər. Amma Makarov olub olmadığını dəqiq bilmirdim. Tapanca haqqında yeganə bildiyim Makarov tipli birləşməsidir. Yetimxanada olduğum vaxtda kriminal verişlərinə baxanda, həmişə tapanca adı çəkiləndə Makarov tipli söz birləşməsini də əlavə edirdilər. Son 15 saniyəlik zaman üçün Enovarın bu tapancanı hardan tapması, nə qədər zaman üstünə kəstirməsi sualları beynində populyarlıq qazanmışdı. Məni öldürəcəksən, tapancanı görəcək, uzaq appaq ağaran qızın boğanaq səsi güclə eşidildi. Əlbəttə, səni də, sənin eybəcər atanı da öldürəcəm, deyərək başını güya təəssüflənirmiş kimi yırğaladı Enovar. Yalvarıram, bunu eləmə. Başqa cür anlaşa bilərik, atama dəymə, yalvarıram sənə. Əla, əlimdə ikinizi də öldürməyə şansım var, amma maraqlı olsun deyə birinizi öldürüb birinizi saxlayacağam. Seçim hüququ verirəm sənə, atan yoxsa sən. Aman Allahım, bu nə dağı başımıza gəldi. Atan yoxsa sən. Yox, atama dəymə, yalvarıram. Yaxşı. Amma atanı da biraz incitməliyik, yaxı başa düşürsən də, məni incidib. Amma onu edəcəyimi inanmıram uzun müddət təsir qalar. Primitiv bir cəza. Sən intihar məktubunda ona müqəssir göstərəcəksən. Vəssalam. Amma bunu edə bilməzsən. Biz axı danışdıq, mənə deyəcəksən, amma atamla işin olmayacaq. Bu onu ölümdən beter olacaq, başa düşürsən? Sən məni lap boğaza yığdın. Məni ürək yumşalıq edib seçim verirəm buna. Bu gəlib başıma çıxır. Bu oyunun qaydalarını mən təyin edirəm. Nə desəm, onu edəcəksən. Nə vaxt səni özümə məsləhət seçsəm, öz dəyərlərini, məsləhətlərini onda verərsən. Hələlik təəssüf ki, vakansiyamız yoxdur, cavan xanım. Aydındır? İndi sənə deyirəm, onu elə. Xoşuna gəlməsə rədd eləmək hüququm var məndə. Hər ikinizi eyni gündə öldürməklə şərəfləndirərəm. Mənə biraz vaxt ver, fikirləşim. Hər şey elə gözlənmədən oldu ki, aman tanrım, deyərək əlini alnına dayadı göz yaşlı sarışın qız. Atasının ölümünə razı olmazdı, amma ona bu cür qəddar məktub yazmaqla da qoca atasının infarkt keçirməsinə səbəb ola bilərdi. Hər halda tərəziyə qoyduqda ölüm çəkiyə gəlməz idi. Öz həyatı haqda isə qətiyyən düşünmürdü qız. Onun hıçqırıqlı ağlaması get-gedə daha da artırdı. Həyat onu çox ağır sınağa çəkdi gözləmədiyi anda. Məncə, bu an onun yeganə arzuladığı şey valideynlərini qucaqlamaq, onları nə qədər sevdiyini demək və vidalaşmaq olardı. Amma bu qətiyyən mümkün olmayan şeylər siyasından idi. O bilirdi ki, Enovar axmaq deyil. O bu cür şeylərə dünyasında imkan verməzdi. Hətta zəng eləməyə də icazə verməzdi. Enovar üstündə əyləşib, ayaqlarını saladığı beton asardan aşağı tullanıb, qıza bir addım yaxınlaşdı. Cibindən siqaret qutusunu çıxartdı, qutunun ağzını açıb qıza uzatdı. Sənə siqaret verə bilərəm, dedi. Əlləri ilə üzünü tutub ağlayan qız başını bulayaraq istəmədiyini bildirdi. Niyə? Sağlamlığa ziyandır, deyə güldü Enovar və əlindəki tapancanı qızın başına dirədi. Dur artıq. Nə qədər çox fikirləşsən, ölüm astanasında həyat eşqin bir o qədər artar. Mənim isə vaxtım azdır, deyib siqaret qutusunu ağzına yaxınlaşdırdı və dodaqları ilə qutudan bir siqaret çıxardıb qutunu cibinə qoydu. Siqareti yandırıb balaca bir qullab vuraraq barmaqları arasında tutdu. Gənc qız hələ də ağlayırdı. Əlləri ilə üzünü tutub bir dizi üstə çökmüşdü. Hey, bəsdir görək. Nə olub sənə? Sakitləş. Səndən börəyini mənə bağışlamağını istəmirəm ki. Sadəcə bu balaca vərəqə bir neçə söz yaz və o balaca hasara çıxıb oradan tullan. Vəssalam. Deyib sanki rahat bir şey xahiş eləyərmiş kimi çinlərini çəkdi Enovar. Yaxşı. Deyə ağlayaraq gözünü silib, özünü səliqəyə saldı qız. Söz verirsən ki, mən bu zəhrimar məktubu yazıb özümü öldürsəm, atama heç nə eləməyəcəksən. Mən necə əmin olum ki, mən öləndən sonra ona heç nə eləməyəcəksən. Görünür, qız ağlayarkən ağıllı şübhələr onun fikirlərində hakim kəsilmişdi. Enovar siqaretini çəkib bitirməmiş tulladı. Oy ağıllı, deyə Enovar mənə baxıb gözləri ilə onu işarələdi. Lotereya qanunu haqda eşitməmsən? Sınasan, uduza da bilərsən, sınamasan, onsuz uduzmusan. Sənə sadəcə bir bilet verirəm. İstəsən istifadə elə, istəmirsən eləmə. İkinizi də gözümü qırpmadan öldürə biləcəyimi yaxşı bilirsən. Ağlındakı şübhələrə qaldıqda isə sənə bir yaxşılıq edə bilərəm.
Əgər bu səni sakitləşdirəcəksə, sənə söz verirəm, deyə əlini havaya açaraq təntənəli şəkildə söz verdi. Onunla qətiyyən işim olmayacaq, hətta and içərəm. İndi isə artıq sual vermədən yaz bu məktubu. Bir halda ki, mən ölürəm, icazə ver səni doyunca söyüm, deyə məni güldürəcək bir icazə istədi qız. Paho, bir şans verirsən, birazdan məni mavzada ilə dəfn edin də, deyəcək. Məktubu yaz, qutar bir şey fikirləşərək, deyə tapancası ilə onu tələsdirdi. Yaxşı, de, nə yazım? Deyə qız əsəbi halda dəftəri açıb qaşqabaqla mızıldandı. Əvvəlki kövrəkliyindən əsər əlamət qalmamışdı artıq. Qız itayətkarcasına Enevarın dediklərini yazdı. Məktubun mətni onu yenidən kövrəltib, yenidən ağlamağa başladı. İndi isə imzanı çək. Şəxsiyyət vəsiqənlə eyni olsun, baxacam ha. Kəskin tonla dedi Enevar. Qız başını yelləyib, deyiləni elədi. Enevar tapanca ilə məktubu oxumağımı işarə elədi. Qıza yaxınlaşıb məktubu qızdan alacaqdım ki, axmaq, kağıza dəymə, özünü zivlə salarsan, dedi Enevar. Anladım ki, kağız üzərində başqa adamın əlizi olmamalıdır. Məktubu qızın əlindəcə oxudum. Qız ağlaya-ağlaya yazdığı üçün kağızın üstü göz yaşlarıyla örtülmüşdü. Əziz ana, mən bezmişəm. Artıq həyatdan, hər şeydən bezmişəm. Ölməyə qərar verdim. Onsuz da elə bir həzz almırdım həyatdan. Tək sığınacağım siz idiniz. Amma atam, o həmişə mənə oyuncaq kimi baxıb. Həyatımı qara eləyib. Artıq gücüm çatmır. Həmişə hər şey gülüb keçərək içimdə buxarlandırmışam. Yəni sənin gördüyün qədər xoşbəxt deyildim ana. Mən kukla kimi yaşamaq istəmirəm. Atam mənə qızı kimi yox, bir kukla kimi baxıb. Öz istəklərini elətdirib mənə. Mənim istəklərimi isə heç vaxt saya salmayıb. Başqalarının həyatları üçün çapalamaq qədər həvəsli deyiləm bu həyata. Məni bağışlana, səni sevirəm. Sevgilərlə Aynil. Enevar birdən qızın manevr edəcəyindən ehtiyatlanaraq qızın vəsiqəsini tələb etdi. Qız birdən adını səhv də yaza bilərdi. Vəsiqəyə baxdıqda doğrudan da onun adının Aynil olduğu məlum oldu. Gözəl addı, amma mən bunun bir əhməti yoxdur kimi öyrəşmişdim ona. Deməli Aynel, hə? Gözəl addı. İndi isə məktubu bük və cebinə qoy. Bizim razılaşmamız məktubu yazıb bitirsən baxarıq demişdin, deyərək əli ilə göz yaşlarını sildi qız. Oo, hə, sən məni söymək istəyirdin axı. Buyur əzizim, doyunca söy məni. Nə istəyirsən də, buyur, eşidirəm. Aynel ilə bir söyüş maşını idi. Elə yaradıcı, maraqlı söyüşlər, qarğışlar səsləndirirdi ki, bir neçəsini özüm üçün ağlımda qeyd elədim ki, yeri gələndə istifadə edeyim. Söyüş söyən olmadığım üçün mübahisə düşəndə dilim dolaşır və rəqimdə mənim haqqında zəif reputasiya yaranır. Aynel söydükcə isə Enevar güya sözlərdən təsirlənibmiş kimi süyniliyi gözləşəcək ifadələr alırdı. Bu ifadələr qızı daha da özündən çıxardırdı. Vay, nə pis oğlanı miymişəm mən. Çox pisəm, ölməyə layiqəm, şərəfsizin biriyəm, öldürün məni, deyərək qəhqəhə çəkdi. Heyif ki, bunu edə biləcək heç kəs yoxdur, məcbur qalıb yaşamalıyam, deyərkən süni kədərli sima almışdı. Alçaq, dişlərini qıcıyaraq pıçıltılı səslə dedi qız. Okey, mənim dişim var, deyə dizlərini toqquşdu Enevar. Çox saxlaya bilmirəm, böyrəklərə ziyandır, bilirsən də, səni burada çox saxlaya bilmərəm, deyib cibindən çupa-çup çıxardı. Hey, deyə səsləndim. Nədir, deyə gülərək mənə baxdı. Bəs deyirdin bir dənədir? Elə deyirdin? Hə. Görünür 2 dənəymiş. Mənə ver onu, deyə pıçıldadım. Olmaz, dişlərə ziyandır. Zəhərlən onda. Çox sağ ol, deyib qız tərəfə döndənə var. Qulaq as Aynel, mənə bir yaxşılıq elə, bir kəlmə belə kəsmədən tullan bu binadan aşağı. Şərəfsiz, əclafsan sən, 1 qram da insanlığın yoxdur sənin, heyvansan sən, heyvan. Ağlımda məgər insanlığın dəyəri qramla ölçülür, deyə düşünürdüm. Sənə bir şey də öyrətmək istərdim, heyif ki ölürsən, deyib, kağızını soyub qutardığı çupa-çupsu ağzına qoyacaqdı ki, çupa-çups əlindən yerə düşdü. Ürəkdən güldüm bu mənzəriyə. Enevar mənə tərs-tərs baxırdı. Çupa-çupsu yerdən götürüb köynəyinə silib ağzına qoydu. Yenidən mənə baxaraq güldü. Mən isə təkid elədim. Həm yeni bir şey öyrənərdim, həm də qızın ölümünü biraz ləngidərdim ki, birdən Superman gəlib onu aparardı. Əslində bəzən özüm Superman olub, onu qucağıma alaraq uçmaq istəyirdim bu binadan. Heç bir tanrı belə bu qədər kompromisə getmir ha, deyim sənə. Siz insanlar çox egoistsiz. Kim sizi incidəndə onu təhqir eləmək üçün sən heyvansan deyirsiniz. Bu heyvanlara qarşı təhqirdir. İndiyə kimi hansı heyvan sənə yalan deyib?
Hansı heyvan sənə qarşı pis niyyətli plan qurub? Hazırda mənim elədiyimi, hansısa heyvanın elədiyini görmüsən? Əgər hansısa pis gördüyümüz hərəkət eləyibsə də, onu da safça instinktlə eləyib. Əsl pis olan insanlardır, heyvanlar yox. Mən bunu bilirdim. İtləri, şirləri, pələngləri, ayıları, canavarları, hörümcəkləri, əqrəbləri, ilanları və piranləri, bir də köpək balıqlarını nəzərə almasaq, mən də belə düşünürdüm. İndi isə uzatma. Dediyimi elə. O bir dünyada köklənmiş arfa, ağ libas, bir dənə də boş bulud səni gözləyir. Yəqin ki, arfa çala bilirsən, deyə lağlağı ilə gülərək mənə baxdı. Enavar və əlində saxladığı çupa-çupsu yenidən ağzına qoydu. Qız heç nə demədən son dəfə Enavarın gözlərinin içinə baxdı. Binanın qurtaracağındakı beton hasarının üstünə çıxanda külək vurub saçlarını uçurdurdu. Bəlkə də bu onun ürəyincə idi. Hər halda hər kəs binadan tullanaraq intihar etməyə xəyal edib. Hıçqırıqlı və sakit ağlaması gözlənilmədən hönkürtü ilə əvəz olundu. Qız ağlaya-ağlaya qollarını geniş açaraq bütün düşüncələrin üstündən xət çəkibmiş kimi görünən qərarlılığı ilə bədənini boş buraxdı və özünü ölümün ağuşuna atdı. Wow, super, super, super! Enavar ilk dəfə yaxşı görən kimi heyrət və sevinclə qışqırırdı. Dərhal onu görməyə qaçdım. Binanın damındakı balaca beton hasardan onu görmək üçün aşağı boylandığımda o yenicə üzü üstə yerə dəymişdi. Aynel yerə dəyərkən yaranan tappıltı hətta olduğumuz 21 mərtəbəli binanın damına qədər gəlib çatmışdı. Yerə dəyən kimi başının ətrafında yaranan qan gölməcəsi sürətlə sahəsini artırırdı. Qara don geyinmiş şlyapalı qlamur qızı aparmağa gələn təcili yardım maşını yerindən yenicə tərpənmişdi ki, yerdə cansız vəziyyətə uzanmış Ayneli görən bir neçə nəfər təcili yardım maşınının ardınca qaçıb hayküy salaraq onu saxladılar. Maşından 2 nəfər düşdü və Aynelə tərəf qaçdılar. Onlardan biri ambulansın arxa qapısına tərəf qaçıb, qapını açaraq içəridən nəsə çıxarmağa çalışırdı. Digəri isə Aynelin başının üstünə dizi üstə çöküb onda həyat əlamətləri olub-olmadığını analiz edirdi. Ayneli analiz edən təcili yardım əməkdaşının işarəsi ilə ambulansdan nəsə çıxarmağa çalışan qapıları bağlayıb maşına minməsi Aynelin artıq anındaca öldüyündən xəbər verirdi. Təcili yardım maşını sürətlə yerindən götürüldü. Aynelin başının üstündə duran həkim isə cibindən nəsə çıxartdı. Uzaqdan görə bilməsəm də telefon olduğu məlum idi. Təşviş içində əlindəki cihazda nələrsə qurdalamağa başladı. Ben, bəsdir, tamaşa bitdi, qaçmalıyıq deyib qolumdan dartdı Enavar. Binadan çıxıb heç də olmamış kimi əli cibində gəzə-gəzə uzaqlaşdıq. Binadan çıxarkən qan içində üzü üstə yerdə uzanan Ayneli görüb az qala dəli olacaqdım. İçimdə bir vulkan partlamağa çalışırdı. Amma yenə də özümü Enavar fəlsəfəsi ilə sakitləşdirdim. Onun yumruğu niyə sıxılı qalmışdı? Məgər adam öləndə əzəllər boşalmalı deyil? Deyə qabaqda gedən Enavardan soruşdum. Aynelin yanından keçərkən bir saniyə onu görsəm də, yumruğunun möhkəm sıxılmış vəziyyətə qalması gözümdən qaçmamışdı. Adrenalin. Nə? Adrenalin. Açıq danış görməyin. Çipsini mənə versən deyərəm. Heç nə demədən çipsi paketini ona verdim. Ölüm anında adam adrenalin yaşayırsa, dərhal quruyur. Kinokolik oğlansan, filmlərdə müharibə səhnələrində əsgərlərin necə vurulubsa, eləcə də heykəl kimi quruyub qalmasına fikir verməmsən? El də güclü məlumat deyildi. Buna görə bu qədər çipsi artıqdır. Yarısını qaytarmalı olacaqsan. Enavar ağzı dolu çipsi ilə vecdsizcə hırıldadı və çipsi paketini mənə uzatdı. Paketin içində artıq heç nə qalmamışdı. Bir dəqiqə çəkmədi ki, bütün çipslərimi əritdi. Nədir? Mədəndə piranilər üzür? Yox, 2 dənə alligator var orada, deyə hırıldamağa davam elədi. Heç nə demədim. İkimiz də gəzə-gəzə Enavarın qumarda utduğu Harley Davidsonun saxladığı yerə gəlib çıxdıq. Qara dəvəyə minib evə gəldik. Yol boyu nə hiss keçirdiyim barədə düşünürdüm. Amma keçirdiyim qəti bir hiss yox idi.